Salam hörmətli izləyicilər, hər vaxtınız xeyir. Bugün sertifikasiya üzrə bir neçə nümunə sualların izahı ilə tanış olacağıq. Birinci sual, Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Diaqramlarda yarımsəhra və quru çöl, mülayim isti və soyuq iqlim tipləri verilib. Biz onları verilən cavab variantları ilə uyğunlaşdırmalıyıq. A variantı Zaqatala-Laxıç fiziki coğrafi rayonunda yayılmışdır. Zaqatala-Laxıç fiziki coğrafi rayonunda mülayim isti və soyuq iqlim tiplərinə rast gəlinir. Deməli, A variantı ikinci hissəyə aiddir. B variantı Böyük Qafqaz təbii vilayətində rast gəlinir. Böyük Qafqaz təbii vilayətində verilən iqlim tiplərinin hər üçünə rast gəlmək mümkündür. Deməli, B variantı 4-ə aid olacaq. C variantı Orta Araz təbii vilayətində geniş yayılmışdır. Orta Araz təbii vilayətində mülayim isti iqlim tipinə rast gəlinmir. Ancaq yarımsəhra və quru çöl iqlimi, həmçinin soyuq iqlim tipləri burada geniş yayılmışdır. C variantı 3-ə aiddir. D. Düzən meşə landşaftı formalaşır. Düzən meşə landşaftı həm yarımsəhra quru çöl iqlim vilayətində, həm də mülayim isti iqlim vilayətində formalaşmışdır. D variantı 1-ə aiddir. Y variantı Kiçik Qafqazda əsasən qışı quraq keçən tipi yayılmışdır. Bu iqlim vilayəti aid olacaq ikinci hissəyə, yəni həm mülayim isti iqlimin, həm də soyuq iqlimin Kiçik Qafqazda qışı quraq keçən tipi yayılıb. F variantı Türyan çay və Qudyal çayın dərəsi boyunca müşahidə olunur. Bu bütün iqlim tiplərinə aiddir. Yəni həm yarımsəhra quru çölün, həm mülayim isti, həm də soyuq iqlimin ortaq cəhətidir. F aid olacaq 4-cü hissəyə. Deməli, 1-ə D, 2-yə A, Y, 3-ə C, 4-ə B, F aiddir. Doğru cavab D variantı olar. İkinci suala baxaq. Uyğunluğu müəyyən edin. Rusiya, Gürcüstan və İran respublikaları verilib. Biz onlara uyğun olan xüsusiyyətləri qruplaşdıraq. A variantı daha çox fiziki coğrafi rayonla sərhəd boyunca yerləşir. Bu, İran İslam Respublikasına aiddir. 3-ə A. Sərhəd boyu axan çayın qidasının əsasını qar və buzlaq suları təşkil edir. Rusiya ilə sərhədimizdə Samur çayı yerləşir və onun da qidasının əsas hissəsini qar və buzlaq suları təşkil edir. B aiddir 1-ə. C variantı sərhədləri əsasən yüksək dağlıq ərazilərdən keçir. Bu da Rusiya Federasiyası üçün ortaq cəhətdir. 1-ə C. Qanıq və Qabırlı çayları sərhəd boyu axır. Qanıq və Qabırlı çayları respublikamızın Gürcüstan ilə sərhədində yerləşir. 2-yə D aiddir. Y variantı sərhəd boyu yerləşən çayın eroziya bazisi dəniz səviyyəsindən aşağı olsa da Xəzərə tökülmür. İran İslam Respublikası ilə sərhəddə yerləşən çay Araz çayıdır. Onun eroziya bazisi dəniz səviyyəsindən aşağıdır və o təxminən -11 metr hündürlükdə Kür çayına tökülür. Yəni Xəzər dənizinə tökülmür. Y variantı da 3-ə aiddir. Sualın doğru cavabı olacaq 1-ə B, C, 2-yə D, 3-ə A, Y. B variantı. Üçüncü sual. Müvafiq olaraq Qızılboğaz, Kömürgöy, Tufandağ zirvələri və Harami düzünə aid fikirləri müəyyən edin. 4-cü dövrün çökmə süxurları yayılmışdır. Bilirik ki, 4-cü dövrün çökmə süxurları respublikamızın düzənliklərində yayılıbdır. Verilən relyef formalarından yalnız Harami düzənlik ərazidir. 4-ə A aiddir. B variantı Paleogen dövrünün vulkanik süxurları üstündür. Paleogen dövrünün vulkanik süxurları respublikamızda Talış dağlarında yayılmışdır. Kömürgöy zirvəsi isə Talış dağlarının ən uca zirvəsidir. 2-yə B uyğundur. C variantı Mezozoy erasının çökmə süxurlarına rast gəlinir. Mezozoy erasının çökmə süxurları Böyük Qafqazda, yəni Tufandağ zirvəsi üçün uyğun ola bilər. 3-ə C uyğundur. D variantı
4-cü dövrün vulkanik süxurları yayılmışdır. 4-cü dövrün vulkanik süxurları respublikamızda yalnız Qarabağ vulkanik yaylasındadır. Bu isə Qızılboğaz üçün uyğun xüsusiyyətdir. 1-ə D. Doğru cavab B variantıdır. 4-cü sual. Ataçayın mənsəbində havanın temperaturu 30 dərəcə, çayın dərəsində yerləşən A məntəqəsində isə 21 dərəcədir. A məntəqəsinin yerləşdiyi hündürlük üçün doğru olmayan fikirləri seçin. Biz ilk öncə A məntəqəsinin hündürlüyünü temperatura əsasən müəyyənləşdirək. 30 dərəcədən 21 dərəcəni çıxsaq, temperatur fərqinin 9 dərəcə olduğunu taparıq. Hər 1 kilometr məsafədə temperatur 6 dərəcə dəyişir. X kilometr məsafədə isə temperatur 9 dərəcə dəyişəcək. Buradan x bərabər olur 1,5 kilometr. O da 1500 metrə bərabərdir. Deməli, A məntəqəsi təxminən 1500 metr hündürlükdə yerləşir. Biz bu məntəqə üçün doğru olmayan fikirləri seçək. 1-ci. Dağ meşə landşaftı formalaşır. 1500 metr hündürlükdə dağ meşə landşaftı formalaşır. Bu uyğun xüsusiyyətdir. 2. Mülayim isti iqlim yayılmışdır. Bu da doğrudur. 3. Alp çəmənlikləri geniş ərazi tutur. Bu hündürlükdə alp çəmənliklərinə rast gəlmək mümkün deyil. 3 götürəcəyik, yanlış xüsusiyyətdir. 4. Əsas bitkiləri kəngiz, yovşan və dəvətikanıdır. Verilən bitkilər yarım səhra bitkiləridir və 1500 metr hündürlük üçün uyğun deyirlər. Götürürük. 5. Qış otlaqları kimi istifadə olunur. Respublikamızda qış otlaqları kimi düzənlik, qismən də dağətəyi ərazilər istifadə olunur. Bu 1500 metr üçün doğru olmayan fikirlidir. 5-i götürürük. 6. Rütubətlənmə əmsalı vahidə yaxındır. Bu doğru xüsusiyyətdir. Sualımızın cavabı olacaq 3, 4, 5 A variantı. 5-ci sual. Cədvələ əsasən doğru sıranı müəyyən edin. Burada faydalı qazıntılar və onlara aid olan xüsusiyyətlər verilibdir. Onları qruplaşdıraq və doğru sıranı müəyyənləşdirək. Neft işarəsi verilib. Kimyəvi çökmə deyil, neft çökmə süxurlarda yayılır. 1 elə buradan yanlışdır. 2. Qızıl maqmatik mənşəli faydalı qazıntıdır. Vejnəlidə yerləşir, ancaq Qaradağ mis yatağıdır. Ona görə 2 də yanlışdır. 3. Mərmər metamorfik mənşəli faydalı qazıntıdır. Quba və Şərur rayonlarında yataqları var. Şüşə istehsalında istifadə olunmur. Tikinti materialı kimi istifadə olunur. 3 də yanlışdır. 4. Alüminium maqmatik mənşəlidir. Zəyliş və Alnit dağda yataqlar mövcuddur. Qara metallurgiya yox, əlvan metallurgiyada istifadə olunur. 4 də yanlış olacaq. 5. Daş duzun işarəsidir. Çökmə mənşəli faydalı qazıntıdır. Duzdaq və Nehrəm yataqlarında çıxarılır. Kimya sənayesində istifadə olunur. Bu doğrudur. Sualın doğru cavabı A variantı. Növbəti sual. Xəritə sxemə əsasən AB xətti üzrə yayılmış eksogen relyef formalarının ardıcıllığını müəyyən edin. A məntəqəsi Samur Dəvəçovalığının Xəzər dənizi sahillərində, B məntəqəsi isə Böyük Qafqazın yüksək dağlıq hissəsində yerləşir. Biz A-dan B-yə doğru eksogen relyef formalarının ardıcıllığını müəyyənləşdirək. A variantı proluvial düzənliklər, yəni müvəqqəti ağarların yaratdığı düzənliklər ola bilər. V şəkilli dərələr, şəlalələr, gətirmə konusları, yüksək dağlıqda gətirmə konusları yerləşə bilməz. A variantı yanlışdır. Daha sonra B variantına baxırıq. Akkumulyativ düzənliklər ola bilər. Morenlər yüksək dağlıq ərazilər üçün səciyyəvidir. Kanyonvari dərələr, çay terrasları da yüksək dağlıqda olmayacaq. B variantı yanlışdır. Alüvial düzənliklər ola bilər. Gətirmə konusları dağ ətəyindədir. Kanyonvari dərələr ola bilər. Karlar isə yüksək dağlıq ərazi üçün xarakterikdir. C variantı doğru cavabdır. Digər cavab variantlarına baxaq. Denudasyon düzənliklər A məntəqəsi ovalıqda yerləşir. Yəni denudasyon düzənlik yox, akkumulyativ düzənlikdir. D variantı da yanlışdır.
Y variantı abrazyon düzənliklər ola bilər, ancaq drog dərələri yüksək dağlıq ərazilər üçün xarakterikdir. Y variantı da yanlış olur və C variantı öz təsdiqini tapır. 7-ci suala baxaq. Çay öz başlanğıcını maqmatik süxurların geniş yayıldığı yüksək dağlıqdan götürür. Mənbəyinin yerləşdiyi inzibati rayonda istisu mineral bulağı var. Deməli, çayın mənbəyi Kəlbəcər rayonudur. Əvvəlcə dağlıq, sonra düzənlik ərazilərdən keçərək Kür çayına tökülür. Əsas qida mənbəyi yeraltı sulardır. Mətndə təsvir edilən çay üçün doğru olan fikirləri müəyyən edin. Kəlbəcər rayonundan başlayan, yeraltı sularla qidalanan və Kür çayına tökülən çay Tərtər çaydır. Biz Tərtər çay üçün doğru xüsusiyyətləri müəyyənləşdiririk. A variantı Murovdağ və Şahdağ silsilələrindən keçir. Tərtər çayı bu silsilələrin heç birinin ərazisindən keçmir. A variantı yanlışdır. B. Çayın mənbəyi Bərdə, mənsəbi isə Tərtər rayonunda yerləşir. Tərtər çayın mənbəyi Kəlbəcər rayonunda, mənsəbi Bərdə rayonunda yerləşir. B variantı yanlışdır. C variantı Qarabağ vulkanik yaylası və Qarabağ düzündən axır. Bu doğrudur. D. Üzərində su qovuşan su anbarı yerləşir. Doğrudur. Kəlbəcər, Ağdərə, Tərtər və Bərdə rayonlarının ərazisindən keçir. Bu da doğru fikirdir. Hövzəsində yağıntıların fəsillər üzrə bərabər paylandığı iqlim tipi yayılmışdır. Bu yanlışdır. Ümumiyyətlə, Kiçik Qafqaz ərazisində yağıntıları bərabər paylanan iqlim tipi mövcud deyil. F də yanlış olur. Doğru cavab olacaq A variantı, C, D və Y. Keçək növbəti suala. Xəritə sxemdə təsvir edilən təbii vilayətin fiziki coğrafi rayonları üçün doğru olan xüsusiyyətləri müəyyən edin. Xəritə sxemdə Böyük Qafqaz təbii vilayəti və onun fiziki coğrafi rayonları göstərilmişdir. Xüsusiyyətləri müəyyənləşdirək. 1. Qışı soyuq keçən yarımsəhra və quruçol iqlim tipi 1-ci və 2-ci rayonlarda müşahidə olunur. 1-ci rayon Abşeron Qobustan, 2-ci isə Samur Dəvəçi fiziki coğrafi rayonudur. Və bu ərazilərdə ümumiyyətlə qışı soyuq keçən yarımsəhra və quruçol iqlim tipi yayılmamışdır. Bir yanlışdır. 2. 3-cü və 4-cü rayonlarda mülayim isti, soyuq və dağ tundra iqlim tiplərinə rast gəlinir. 3-cü rayon Qonaqkənd fiziki coğrafi rayonu, 4 Zaqatala Laxıc fiziki coğrafi rayonudur və burada mülayim isti, soyuq və dağ tundra iqlim tiplərinə rast gəlmək mümkündür. 2 doğrudur. 3, 4 və 5-ci rayonların ərazisində ölkənin ən böyük milli parkı yerləşir. Burada Şamaxı, Qonaqkənd və Zaqatala Laxıc fiziki coğrafi rayonları göstərilib. Onların ərazisində Respublikamızın ən böyük milli parkı olan Şahdağ Milli Parkı yerləşir. 3 doğrudur. 4-cü, 2, 3 və 5-ci rayonlarda qəhvəyi və qonur dağ-meşə torpaqlarına rast gəlinir. Bu xüsusiyyət 2-ci fiziki coğrafi rayonu üçün uyğun deyil. Ona görə 4-cü cavab səhvdir, yanlışdır. 5. Bütün təbii rayonlar rekreasiya ehtiyatları ilə yaxşı təmin edilmişdir. Bu doğru fikirdir. Yəni, bütün fiziki coğrafi rayonların ərazisində turizm ehtiyatları geniş yayılmışdır. 5 doğrudur. Sualın doğru cavabı 2, 3 və 5 A variantı olacaq. Suallar bu qədər. Sağ olun. Diqqətiniz üçün hər birinizə təşəkkür edirəm. Növbəti dərslərimizdə görüşənədək.